Bəziləri yazır ki, hərdən kommentləri oxuyuram. Yazır ki şeydən. Bu indi azadlığa çıxıb uşaq kimi davranmağa çalışır. Yazıq. 30-dan sonra insan özünü mən 60-ımda da uşaq olacağım. O mənim o yüz mimiklərim, bunu yenə də eləyəcəm. Gözlərimi yenə də belə eləyəcəm. Yəni bu 30-dan sonra deyil. Bu büyük ihtimalle Allah ömür verirsə əgər inşallah. O zaman da idman eləyəcəm. O zaman da istədiyim paltarları giyinəcəm. Fit bir kadın olacağım. Yani manifest yapıyoruz hepimiz kızlar. Bu fikirlərinizə təhqir olmadığı müddətcə hörmətli yanaşırım. Çox hörmətli yanaşırım. Çünki ola bilər hər kəs səni sevmək məcburiyyətində deyil. Hər kəs sənin eyni fikirdə olmaq məcburiyyətində deyil. Mən də sizin çoxunuzu sevmirəm. Bunu deyim. Yəni negativ insanları sevmirəm. Ama bunu da deyim, ürəyimdən gəldi, açıqlama verim. Mən uşaqlıqdan belə çılğın ruhlu bir qız olmuşam. Bizim rayonda məni tanıyanlar, bizim məktəbimizdə məni tanıyanlar hamısı bilir. Kimsə inkar edirsə paxıllıqdan başına armud düşsün, bir də yekə armud. İndən deyirəm hamısı. Çünki hamısı bilir. Əlaçı olmuşam, olimpiyatlarda birinci olmuşam. Bir də sinif yoldaşım vardı. Onunla eyni şeydə gelirdik həmişə. Rəqslərə getmişəm, piano dərslərinə getmişəm, musiqi məktəbinə. Düzdür, çox zəki olduğum üçün yarıda buraxmışam. Qardaşım 7 illik tar məktəbini bitirib, amma mən yeganə o məktəbdir ki, onu yarıda buraxmışam. İdmana məşğul olmuşam, hərbi dərslər almışam, 4 ilə yaxın. Yarışmalara çıxmışam, birinci olmuşam. Yəni mən uşaqlıqdan aktiv, yəni ailəmin qanunu gərəyi, daha doğrusu mənə burasalar heç nə eləməzdim. Ailəmin qanunu gərəyi dərzi, tikiş naxış dərsləri almışam, dərzilik dərslərinə getmişəm. İndi öz paltarlarıma bəzi şeyləri özüm tikirəm maşallah. Yəni universal məni böyüdüblər. Yəni mən uşaqlıqdan belə olmuşam. Ha, kənddə böyüməmə rəğmən tayt geyinmişəm o zaman, qısa şortik geyinmişəm, ipli mayaxalar geyinmişəm. Yəni bunun sonradan görməklə əlaqəsi deyil. Mən acgöz olaraq böyütülməmişəm, şükürlər olsun. Bəli, ailəmin dəhşət qanunları olub. Yəni kənardan hamısı məni o hər istədiyin olan bir qız kimi görüblər, amma mənim ailəm çox məni, yəni bunlara icazə verib, amma bəzi şeylərdə məsələn çox qızlarla gəzməyə icazə verməyiblər, ancaq dərs oxu falan. Ailəmin öz qanunu olub, yaxşı ki elə qanunları olub, əcəb eləyiblər. Sadəcə bir dönəm mən öz dünyamdan tamamen başqa bir dünyaya düşmüşəm və bunun üçün də peşman deyiləm. Tamamen başqa dünyaya düşmüşəm. Ve bütün işığımı o dünyaya ancak xəyallarla, çiçek böcekle baxan o kızın bütün xəyallarını alıp belə əzib, biraz külü işığı qalıb onu da əziblər. Yani həyatımın bütün işığını bir dönem el birliğiyle söndürüblər. Çok güvendiğim, sevdiğim, arxa dayak bildiğim insanlar. Neyse. Ama sonra 10 il müddət içində güç toplayarak özüme gelmişim. Yani bu elə 1 il, 2 il içində değil. Yavaş yavaş özüme gelmişim. Ve ben bunu da deyim, o bəzi armudbaşlara deyim, mən indi boşanmamışam. Deyirlər ki, boşanandan sonra günəcə. Abala mən 10 neçə ildir boşanmışam. Sadəcə öz üzüntülərimlə gündəmə gəlmək istəmədiyim üçün tanındıqdan sonra, öz işimlə, ağlımla, savadımla tanındıqdan sonra qadınlara indi də mənim 10 neçə il əvvəl çəkdiyim əziyyəti çəkən qadınlar hal-hazırda var deyə bunun üçün savaşıram və hələ savaşmam davam edəcək. Sizin nə deyirsiniz, nə demirsiniz mənə maraqlı deyil. Mən bu yola baş qoymuşam və mən o mənə gələn mesajlara baxıram. Negativlərə deyil. Həyatını yenidən qurmağa çalışan qadınlara baxıram. Ailəsini boşanmaq yerinə öz ağlıyla, öz dəyərini bilməklə qorumağa çalışan qadınlara baxıram. O mesajları görürəm, düzdür, hamınıza cavab verə bilmirəm. Amma gördüklərimi gücüm yetdiyi qədər dönüş edirəm, görürəm, sevinirəm, hərdən mesajları oxuyuram, kövrəlirəm. Ona görə
Mən küllərindən doğan bir qadınam. Mənim kimi qadınlar çox var. Tək mən deyiləm. Mən Diddili kimi dünyaya gəlməmişim. Mənim kimi gündəmə düşə bilməyən ya da hələ də tanınmayan qadınlar çox var. Mən onların səsiyəm və bu səsi olmağa davam edəcəm. Məni sevənlər üçün, gələcəkdə qız uşaqlarımızın gözəl, xoşbəxt, bax, müasirlik gecə 2-də gəzib tozmaq deyil. Müasirlik öz istədiyini öz ağlınla edə bilməkdir. Oxuya bilməkdir. Sevdiklərinlə qəşəng zaman keçirə bilməkdir. Bunlar üçün savaşacağım. Və sizin o geyimlə yapışdırdığınız, kim bağlı geyinirsə əxlaqlıdır, kim bağlı, onları qırıb tökəcəm. Düz asan da olmayacaq. Heç kimsə elə asan tökməyib. Yəni bunu demək istəyirəm ki, mən 60 yaşımda da istədiyim şorti geyinəcəm, istədiyimdə uzun yubqa geyinəcəm, uzun ətək geyinəcəm, istədiyimdə göbəyi açıq geyinəcəm. 60, 80-ə də Allah ömür versə, orada da çılğınlar gibi idmana gedəcəm. Güçlü olacağım inşallah. Fit bir qadın olacağım. Bu mənim həyatımdır. Mən əzab çəkəndə, mən uşağımla ofisant işləyib, gedib 6 ay kimi bir müddətdə pulsuz dərs verəndə və eyni zamanda universitet dərslərimə gedəndə, gedib müəllimlərimə yalvarmayanda ki, mənim uşağım var, mənə bal verin də, yox, qürurumdan uşağımla gedib universitetdə oturub, sadəcə uşağıma icazə verin ki, mənlə gəlsin deyəndə, sizin heç biriniz mənim yanımda deyildiniz. Ona görə də buraxın insanlar. Siz də xoşbəxt olmağa baxın, biz də xoşbəxt olmağa baxaq. Mən necə istəyirəmsə, elə yaşayıram, elə də yaşayacağım. Vəssalam. Məni hamınızın sevməsinə gərək yoxdur. Mən də çoxunuzu sevmirəm, Allah and olsun, amma hörmət edirəm. Hörmətdə qüsur etmirəm. Bu ayrı, o ayrı. Ona görə də məni sevənlərə öpücük, məni sevməyənlərə də bir qisminə, fikirlərini dəyişmək istəyənlər ki, sevin məni, mən sevilə biləcək bir qadınım, maşallah. Çiçək, amma içində o kin olan, səbəbsiz yeri məndən nifrət eləyənlərin də başına yekə armud düşsün. Mən də beləyəm. Sevirəm sizi. Saçım nə geçiyor? Maşallah.